Gördüyünüz binanın 15 mərtəbə olması nəzərdə tutulsa da, MTK-nın rəhbəri sonradan heç bir qurumun xəbəri olmadan əlavə mərtəbə artırıb. Tikinti rəhbərinin bu qanun pozuntusunu isə kompleksdə yaşayan sakinlərdən biri ifşa edib. Deməli, sizin xəbəriniz var ki, bu binalarda əlavə mərtəbə tikilib, mansard. Mən çıxıb baxmamışam. Bu vaxtda xəbəriniz olmuyor. İş görürlər, mən nə bilim, gedim çıxım baxım yuxarı 16-cı yəkə görüm nə iş görürlər. İllər öncə istismara verilmiş binanın damında mansard tikilib. Bu qanun pozuntusu Ruzi MTK-yə məxsus kompleksdə baş verib. Görüntülər Yasamal rayonu Said Xəlilov küçəsində yerləşən yaşayış binalarındandır. 1, 2, 3, 4, 5 və bundan da başqa bir neçə binanın dam örtüyündə, yəni tikinti normativləri pozularaq elə bu MTK-nın rəhbərliyi tərəfindən mansard tikilib. Daha doğrusu mansard hissədə mənzillər tikilib, əlavə gəlir əldə etmək məqsədi ilə həmən mənzillər kirayə verilib. Kompleksin 107 saylı binasında yaşayan İmran Verdiyev iddia edir ki, eyni yaşayış kompleksinə daxil olan bu 8 binanın 7-sinin damında icazəsiz mansard tikilib. Mansard tikintisi zamanı yaşayış binalarının mərkəzi havalandırma sistemləri də sökülərək yararsız vəziyyətə salınıb. Havalandırma sisteminə toxunmaq olmaz, havalandırma sisteminə əlavə dirsəklər vermək olmaz. Hər verilən 90 dərəcə 70% itki deməkdir. Burada nə ediblər? Havalandırmanı köçürüblər. Qonşu bir binanın otağın qarşı tərəfdəki bir yaşayış evinin otağı, kvartiranın üstünə az havalandırma sistemini yaşayış olan yerlərə qoyulmur. Onun vibrasiyası insanların narahat eləməsin. O ancaq ölü zonalara, yaşayış olmayan, yəni böyük koridora qoyulur ki, burada insanları narahat eləməsin. Şahidçi onda iddia edir ki, məqsəd mansard tikib otaqları kirayə verməkdir. Və bunların heç bir icazəsi yoxdur. Tikili də qeyri-qanunudur. Mən bilmirəm orada sizə komendant nə deyib, kim nə deyib. Onların əli olmadan orada heç kim o tikintini apara bilməz. Ruzi MMC-nin direktoru Səftar Məmmədovun sözlərinə görə kompleksdə tikilmiş binaların mülkiyyətçisi və sifariş onlar olmasına baxmayaraq binaların tikintisi real inşaat tərəfindən həyata keçirilib. O bizi binaların texniki sahəsinin tikilməsindən və satılmasından xəbərsiz olduğunu inandırmağa çalışdı. 15 mərtəbəli mənzillər binalardır. Onun yuxarı mərtəbəsində texniki şöbə var. Texniki şöbələrdə sakinlərdən alıblar, götürüblər. Yəni ki... Texnik şöbə nətər sakin alıb? O texnik şöbədə bina aiddir, orada nətər ev tikilə bilər? Yox, bina aiddir, boş sahədir. Boş sahəni də alıblar, evə çeviriblər. O icazə kim verib onlara? Real inşaat firması. İcazə verilə bilər ki, texniki sahə evə çevrilməyə, icazə satıla bilər? Verilib ki, alıblar da. 6 binadır, birində yoxdur, 5-də var. Çox mərtəbəli yaşayış binasına Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən də baxış keçirilib. Aparılan qeyri-qanuni işlərlə bağlı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sədri vəzifəsini etibarnamə əsasında icra edən Elxan Orucovun iştirakı ilə tərəfimizdən yanğın texniki müayinə aktı tərtib edilmişdir. Yanğın texniki müayinə nəticəsində qeyri-qanuni tikinti işləri, eləcə də binanın ümumi tüstü soğurma sisteminin borusunun və mühərrikinin yerinin dəyişdirilməsi barədə tərəfimizdən tikinti işini aparan 49 saylı mənzilin sahibi Məmmədov Vilayət İdayətoğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin aşkar olmuş pozuntu ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılması təmin olunacaq. Kompleksdə qanunsuz tikilmiş mansardların sökülüb-sökülməyəcəyi ilə bağlı Yasamal rayon icra hakimiyyətinə də sorğu ünvanladıq. Qurumla məsələ ilə bağlı heç bir mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.